Hər gün bir sual izahı ilə qarşınızdayıq. Baxın, belə bir sual var ki, deyir ki, kargüzarlıq təlimatına əsasən, kargüzarlıq xidmətinin əsas vəzifələrinə aşağıdakılardan hansı aid deyil? Sənədlərin surətlərini çıxartmaq, çoxaltmaq, stenoqrafiya işlərini həyata keçirmək bu əlbəttə ki, bunun əsas vəzifəsidir. Dostlar, baxın, burada soruşmur inzibati vəzifə, yardımçı vəzifədəkilər hansı işi görür. Burada ümumi məsələ oradan gedir ki, yəni kargüzarlıq xidmət olaraq hansı işləri görür. Daha sonra keçək ikinciyə, sənədləri işlərin nomenklatura üzrə formalaşdırmaq və arxivə təhvil vermək. Bəli, bu da var. C nədir? Sənədləri qoruyub saxlamaq və xidməti zərurətlə əlaqədar onlardan istifadəni təmin etmək. Və bir də bizdə sonuncu qaldı. Baxın, burada qeyd olunur ki, tabe təşkilatlarda kargüzarlıq işini həyata keçirmək. Amma biz bunun əsas vəzifələrinə baxsaq, orada qeyd olunur ki, tabe təşkilatlarda kargüzarlığın aparılmasına nəzarət etmək. Dostlar, baxın, nəzarət etmək. Əgər bizdən yanlışı soruşursa, indi düzdür, mən bu markerlə yaza bilmədim, gərək naziyi götürərdim. Amma bizim yanlış cavabımız D variantı olacaq. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm, sağ olun.